Aşura günün ərəfəsində İmam Rıza əleyhissalamdan bir hədis sizin üçün oxumaq istəyirəm. Çalışacağım ki, qısa eləyim ki, yekunlaşaq. İmam Rıza əleyhissalam buyurur ki, "Mən kana yevmu Aşura, yevme musibətihi və huznih və bukaih, cealallahu azze ve cel yevmel qiyamah, yevme ferahihi və sururi." Buyurur ki, hər kimin Aşura günü, hər kimin qəm və kədər günü olsa, hüzün və ağlamaq günü olsa, Allah qiyamət gününü onun şadlıq və fərəh gününə çevirər. Qiyamət onun bayramı olar. Kim Aşura günü əza saxlasa, göz yaşı töksə, İmam Hüseynə yansa. Bu barədə mən çox danışmışam. Din bizi heç vaxt qəmə dəvət eləmir. Din bizi şadlığa dəvət edir. Yadınızdadır da bu söhbətlərimiz. Din bizi şadlığa, sevincə dəvət edir. İki dənə qəm var ki, o qəm dinin dəvət elədiyi qəmdir, iki qəm. O iki qəm insanın qəlbinin sevincinin amilidir, qəribə bir şeydir. Qəmdir, sevinclə qarışıq. Xoş qəmdir, o iki qəm. Bir Allah şövqündən, Allah görüşünün şövqü ilə qəmlənir, adam ağlayır. Birinci hədəf mövzusu yadınızdadır, indi danışdım. O hədəfə çatmaq şövqü ilə ki, imamlar ağlayıb. Bilirsiniz, bu qəmin bir zərrəsini biz hiss eləsək, əl çəkmərik. Onun keyfi başqa keyfdir. Yəni, dinin dəvət elədiyi qəm də keyflə qarışıq, şadlıqla qarışıq. Mən özüm keyf sözünü işlədirəm qəsdən. Bir nəfər xanım o gün mənə zəng eləmişdi, deyir ki, keyf sözünü siz deyirsiniz, keyf bizdə pis işlənib. Mən də elə deyirəm ki, məqsədim odur ki, keyf olmayan şeylərin adını keyf qoymuşuq deyə. İndi həqiqi keyfdən danışanda deyir, keyf sözü burada bir qədər uyğun deyil. Hesab edirəm ki, ən böyük keyfi insan ruhunun o hədəfin şövqü ilə yanmaq, qüssələnməkdir. Bütün şairlərimizin irfan əsərlərinə baxın, oxuyun, hamısı bax bu görüşün qəmindən yaranmış əsərlərdir. Görürsən ki, deyir, dünyanı mənə ver, bu qəmin bir zərrəsini dəyişmərəm. Çünki keyfim bundandır. Bu başqa cəhətlərinə də keyf qatır mənim həyatımın. Bu bir qəmdir. İkinci qəm də İmam Hüseyn qəmidir ki, elə o da o hədəflə bağlı qəmdir. İkisi də bir-birindən sıx əlaqəlidir. O qədər mövzu dərindir ki, mən girmək istəmirəm. Keçən illərdə danışmışam, amma danışdıqca görürsən ki, gərək adamlar özü gəlsin. İmam Hüseyn əzasının o məqsədlə bağlılığını özü kəşf eləsin. Allahın ilhamı olsun, gərək qəlb başa düşsün, təmizlənsin ki, onu başa düşsün ki, bunun o göz yaşı ilə, bu ikisinin bir-birindən əlaqəsi nədir? Bağlılığı nədir? Bu göz yaşları insanı təmizləyir, ruhuna, ruhun yükünü təmizləyir və ruh sevinç halında pərvaz eləmək istəyir. Əsl sevinç bu qəmdən sonra gəlir insanın qəlbinə, ruhuna. O dünən dedim ki, elə deyir günahlar var ki, onların təsirini heç nə ilə yumaq olmur. Ancaq Hüseynə axıdılan göz yaşı o günahı təmizləyir, ruhdan uzaqlaşdırır. Heç cür o kökü çıxartmaq olmur. Bu göz yaşı əlac eləyir o günahlara.